1956-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarixin Üstün sifarişi ilə media tarixini yazan tarixçi, türkoloq Igor Dekanov bu kitabında 307-ci səhifədə bir xəritə paylaşıb. O xəritədə mən yer adlarına baxdım. Xəritədə burada Kuyuncuk təpələri var. Elə də gedir. Holmu Kuyuncuk. Bundan əvvəl çay adları vardı, Halsu vardı filan. Bu Qızılüzən çayı vardı. Ondan sonra Karasu vardı. Qaradağ toponimi vardı. Bu toponimlərin tamamı Midiya ərazisindəydi və bunlar Azərbaycan türkçəsindəydi. İndi bu xəritədə mənə bu Kuyuncuk təpələri rast gəldi ki, bunu da mən o toponimlərə əlavə etmək üçün indi dedim. Burada Skiflərin Azərbaycanda qurduğu dövlətlə bağlı Dekanovun bir yazısı var. Demək neçənci səhifə? 293-cü səhifədə 4-cü başlıqda Böyük Midiya dövlətinin yaranması və Assuriyanın süqutu. Dekanov yazır bu kitabda. Yani возникновение Великой Мидийской державы и падение Ассирии. Və Assuriyanın süqutu birbaşa Midiyalılara bağlı. İndi burada yazır ki, demək eramızdan əvvəl 7-ci əsrin 50-ci illərində Midiya çarı artıq böyük bir dövlət olmuşdu. Və bu Manna ilə eyni səfdə dururdu. Böyüklüyünə görə Manna dövləti də böyük dövlət idi, Midiya dövləti də böyük dövlət idi. Onun sonraki inkişafı bu 50-ci illərdə biraz yavaşıdı. Onun da səbəbi deyir ki, Midiyalılarla Skiflərin savaşı zamanı Midiyalılar bir neçə savaşı uduzdu və o savaşı uduzmaqlarına səbəb onların inkişafı, yani inkişaf dediği Midiya çarı Deokun fikri bütün ətrafındakı dövlətləri, elamları, Kutiləri, Hurritləri, Mannanı, Skifləri tamamen öz çatısı altında toplamaq idi. Onun niyeti oydu. Persidanı filan tamamını. Ama buna qismən əngəl olan dövlət, ya belə də yazır, Azərbaycan, Şimali Azərbaycanda olan Skif dövləti idi. Və bu Skiflərə səbəb Midiyanın böyük imperiya qurmasına, böyük kağanlıq qurmasına qismən mane olub. Bu bir informasiya, Midiyalıların, Skiflərin Azərbaycanla bağlı, Mannaların Azərbaycanla bağlı olması. İndi hər hansı bir xalqı tanımlamaq üçün ona xas, o millətə xas məsələn bir musiqi alətini misal gətirmək olar ki, bu musiqi aləti türklərə aiddir. Yaxud da onların məişətdə istifadə edəkləri kəlmələr var ki, bu bütün dünyada yayılmış, məsələn, bastırmadır, dolmadır, yoğurtdur filandır, bu kimi kəlmələr. Yoğurt adı deyildiği zaman ilk ağla gələn türklər olur. Bastırma ilk ağla gələn türklər olur. Bir də bu sinəsi üstündə saz çalan bir adamı gördüğünüz zaman ister-istemez insan fikirləşir ki, bu türklərə xas bir musiqi alətidir və bunu burada Igor Mikhailovich Dekanov burada o şəkli göstərir. Burada demək, mən onu sizə göstərəcəm. Bax, burada səhifə 143'də. Bax, buradan mən sizə bunu belə göstərim. O ortadakı şəkli görürsünüz. Ortadakı şəkli, bax.
o ortadakı şəkil Manna musiqiçisinin ifası. Elə o burada da altıda yazır. Manna musiqiçisi. Bax burada göstərim, bax burada. Manna musiqiçisinin baba bu şəkil, bu ortadakı şəkil Manna musiqiçisinin ifası. Bunun yanındakı bax dizini yerə atıb oxla ateş edən Manna döyüşçüsüdür. Bu da bu taxta oturan da Manna kralıdır, Manna Kaganıdır. Bax bu taxta oturan. Bu 3 şəkil 147 səhifədə verilib. Burada mənim əsas diqqətimi çəkən, indi o döyüş zamanı bütün ordularda ox atanlar olur. Mənim əsas diqqətimi çəkən sinəsinin üstündə saz çalan musiqiçidir. Yəni bir tək bu bəs edir ki, Manna və Midiya ərazisində yaşayan xalqların türklər olduğuna qənaət gətirəsən. Bugün söyləmək istədiklərim bu qədər. Allah'a ısmarladık.